Axşamınız xeyir. Hər 100 nəfərdən onun da bağırsaq qurtları var və 15 yaşından kiçiklərdə bu deməli rəqəm daha da yüksəkdir. Bağırsaq qurtları artıq bəzən xroniki hal alır və insanda nə şikayətlər olur? Axşam yatanda dişlərini qıcırdadır, sonra ağzından su axa bilir, mədə ağrısı ola bilər, baş ağrısı ola bilər, qarın ağrısı ola bilər, ağızdan pis qoxu gələ bilər, sonra kilo verə bilmirlər, baş ağrıları olur bu insanlar. Ona görə də deməli nə etmək lazımdır? Dərman müalicəsi o başqa, amma belə deyək də təbii bir şey söyləyəcəm. Bir çay qaşığı darçın, bir çay qaşığı çörək otu və bir çay qaşığı da balqabaq tumunu blenderdən keçirirsiniz və zeytun yağında onu həll edirsiniz. Ayda 2 dəfə qəbul edirsiniz və bunu rutin olaraq qəbul edə bilərsiniz.